Salam uşaqlar, bugün sizinlə hədəf kurslarının keçirdiyi 11-ci sinif blok imtahanı 1-ci qrup sınağının izahına baxacağıq riyaziyyat fənni üzrə. Birinci sualda deyir, çoxluğunun 3-ə tam bölünən ədədlərindən ibarət neçə alt çoxluğu var? Deməli, biz burada seçməliyik nələri? 3-ə bölünən ədədlər. Yəni, 1-dən 9-a qədər 3-ə bölünən ədədlər 3-dür, 6-dır, 9-da. Başqa yoxdur ki, xeyr. İndi deyir, 3-ə tam bölünən ədədlərdən ibarət neçə alt çoxluğu, neçə element oldu? 3 ədəd. Düsturumuz nə idi? Alt çoxluğun düsturu 2 üstü. Onda yazacaq nə? 2 üstündə 3, bu da bərabər edəcək 8-də. Amma bizə deyir, 3-ə bölünən alt çoxluğu. Biz burada ümumi sayı tapanda, burada boş çoxluq da aid olurdu axı buna. Ona görə boş çoxluq 3-ə bölünən deyil axı. Ona görə həmin 8 dənə alt çoxluqdan bir dənə o boş çoxluğu çıxıram, qalır 7 dənə çoxluq. Yəni doğru cavab olacaq birinci sualda B variantı. Keçək ikinci suala. Deməli, ikinci sualda deyir, çevrənin mərkəzinə bu çevrəyə toxunan düz xəttə qədər məsafə 10 cm-dir. Bu çevrənin radiusunu tapın. Elə bu 2 cm olacaq ikinci sualda. Deməli, bax, bir dənə çevrə çəkirəm və deyir, çevrənin mərkəzindən bir dənə də toxunan çəkirəm. Tutaq ki, bu da bizim olsun toxunanımız. Deyir, çevrənin mərkəzindən bu çevrəyə toxunan düz xəttə qədər məsafə, yəni ən yaxın məsafədən söhbət gedir. Biz də bilirik ki, düz buzaq altında kəsirdi. Bu həm də nə olurdu? Radius olur da, çevrə mərkəzindən çəkilir, bax, öz deyir. İndi bunun deyir, uzunluğu nə qədərdir? 10 cm. Bu çevrənin radiusu ilə bərabər olacaq nəyə? 10 cm. Yəni doğru cavab olacaq Y variantı ikinci sualda. Keçək üçüncü suala. Deməli, üçüncü sualda biz bilirik ki, daxildə, çevrə daxilində x şəklində olarsa, biz buradakı bucağı tapanda toplayıb bölürdük ki, qalan hallarda çıxıb bölürdük. Deməli, burada qövsləri toplayacaq. Olacaq bucaq AKC bərabərdir. AMC qövsü, AMC qövsü üstə gəlsin DNB qövsü bölünsün 2. Bizim düsturumuz belə olacaq. İndi HKC neçə dərəcədir? 80. Bura yazıram 80 bərabərdir. Məxrəcdə yazıram 2. AMC qövsünü elə bizdən soruşur. AMC-ni olduğu kimi saxlayıram. Üstə gəlsin DNB qövsü nə qədərdir? B-ində olsun, D-ində olsun, fərq eləməz. 120 dərəcə. Burada yazıram 120. Buradan onda çarpaz vursaq hər tərəfini 2 olacaq. AMC qövsü üstə gəlsin 120 dərəcə. Bərabər 2-ni 80-ə vuranda olacaq 160. Yəni çarpaz vurdum. Bunda ayağında 1 var da çarpaz vuranda yəni AMC plus 120 edir. Buradan da AMC-ni tapsaq, AMC qövsü bərabər 160 çıxılsın 120. Yəni bu da nə eləyir? 40 dərəcə. Yəni yenidən yoxlayaq. 40-ın üstünə 120 gəlində 162 bölündə 80. Bəli, doğrudur. Deməli, AMC qövsümüz olacaq. A variantı 40 dərəcə. Keçək 4-cü suala. Deyir, ədədin tərsi ilə əksinin fərqini tapın. Deməli, bunun tərsi olacaq nə? 4-cü sual. Tərsi olacaq kök altında 8 minus 3-də 1. Bu bunun tərsi. Əksi olacaq. Qarşısına mənfi yazırıq da. Çıxılsın bunun əksi. Yəni, mənfi kök altında 8 minus 3. Buradan da 2 mənfi müsbət eləyəcək. Buradan 2 mötərizə çəkək. 2 mənfi müsbət eləyəcək. Olacaq bu şəkildə. 1 bölünsün kök altında 8 çıxılsın 3. Üstə gəlsin kök altında 8 çıxılsın 3. Bu da bərabərdir. Buradan da ortaq məxrəc eləsək. Ortaq məxrəc elə kök altında 8 minus 3 da. Bunda da məxrəcində heç nə yox da 1 deyiləm. Həmin 1-ə bölüb yuxarıya vursaq. Burada olacaq 1 üstə gəlinsin. Kök altında 8 minus 3 vurulsun kök altında 8 minus 3 bir-birinə vuracaq da. Bu da eləcək nə? Kök altında 8 minus 3-ün kvadrat. Bu da bərabər olacaq nəyə? Məxrəcdə kök altında 8 minus 3-ün özü olacaq. Yuxarıda 1 üstə gəlsin. Birincinin kvadratı. Kök altında 8-in kvadratı 8 edir. Çıxılsın birinci vuraq ikincinin 2 misli. Olacaq 6 kök altında 8. Bir də çıxılsın, daha doğrusu üstə gəlsin ikincinin kvadratı, o da eləyəcək 3-ün kvadratı 9. Bu da bərabər yuxarını sadələşdirək. Nəsə verir mi bizə? 8 çıxılsın 3. Yuxarıda olacaq neçə? 9, 18. 18 çıxılsın 6 kök altında 8-ə. Bu da bərabərdir. Buradan 6-nı mötərizə xaricinə çıxartsaq nə qalar? 3 çıxılsın kök altında 8. Burada da olacaq 8 çıxılsın 3. Kök altında 8 çıxılsın 3. Bu da bərabərdir. Baxa görə səhv eləmədik ki. Tez-tez baxırıq misallara. Deməli, burada ixtisar gedəcək, amma yerləri dəyişikdə biri digərinin elə bil tərsidir. Onda burada qalacaq yuxarıda mənfi 1, altında mənfi 1-ə vuranda eləyəcək mənfi 6. Varmı cavabda? Bəli. D variantı doğru cavab olacaq. Ümid edirəm, haradasa texnik səhvlik eləmədik. Hər hansı səhvlik olsa yenə yorumlarda bildirərsiniz. Yəni xəbərdarlıq eləyək, digər uşaqlar düz yoxlasın. Deyir, ABC üçbucağında hündürlükləri H nöqtəsində kəsişir. Hündürlüklər H nöqtəsində kəsişir.
B və C təpələrin xarici bucaqları uyğun olaraq 111 və 153-dür. BHC bucağının BHC bucağın dərəcə ölçüsünü tapın. Deməli bizdə, bax fikir verin burada uşaqlar. Bunun üstündə izah edəcəm. Bu bucaq 111 dərəcədirsə, bu ona qonşu olmayan daxil bucaqların cəmidir, 3 bucaqdır. Biz böyük 3 bucağı yox, bax bu 3 bucağa baxacağıq. Deməli, bura bir T yazım. B, T, C 3 bucaq. Bax burada olan düz bucaqlı 3 bucaq var, ha, ona baxaq. Onun da xarici bucağı da elə deyil. Onda bu bucaq 111-dirsə, bu bucaq 90-dırsa, onda mən bu bucağı nə edə bilərəm? Tapa bilərəm də, düzdürmü? Onda 111-dən 90 çıxaram, yəni bu ikisinin cəmi bizə xarici bucağı verir də, ona qonşu olmayan iki bucağın cəmi. Onda 90-dan 111-dən 90 çıxaram, qalar 21 dərəcə. Bura yazaram 21. Eyni zamanda digər 3 bucağa baxaq. Görün, baxın, bax burada lap yazıram M. BMC 3 bucağı var, ha, düz bucaqlı 3 bucaq. Bunun xarici bucağı neçə dərəcədir? 153 dərəcədir. Onda ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni buradakı bucaqla buradakı bucağın cəminə bərabər olacaq. Onda mən B bucağını, daha doğrusu MBC bucağını tapa bilərəm. Onda 153-dən 90 çıxaram, qalar buradakı bucaq. Bax, bu bucaqdan söhbət gedir. Olacaq 63 dərəcə. Burada yazıram 63. İndi bizdən soruşur ki, BHC-ni tapın. Düzdürmü? BHC, bəli. İndi burada da yenidən 3 bucaq. Bura bir x yazaram. Onlar 63, üstə gəlsin x, üstə gəlsin 21, bərabər 180 dərəcə. Biz bilirik, üst bucağın daxil bucaqların cəmi 180. 180 dərəcədən də çıxacam bu ikisinin cəmi. Neçə eləyir? 84. 84. Bu da bərabərdir. 180-dən 80 çıxanda 100, 4 də çıxarıq, qalar 96 dərəcə. Var, 96, bəli. A variantı doğru cavabımız olacaq. Keçək 6-cı suala. Deyir, olarsa aşağıdakı bərabərsizliklərdən hansı doğru olar? İlk öncə gəlin bunu çarpaz vuraq, sadələşdirək. Olacaq B plus 3C bərabərdir. 7-ni C vuranda olacaq 7C. B də bərabər olacaq. 7-dən 3 çıxanda qalacaq 4C-yə. Aha. Deməli, B 4C-yə bərabər və B 0-dan kiçikdir. Yəni, məsəl üçün, B-ni yerinə tutaq ki, qoyaq, -2. B -2 olarsa, onda C də bərabər olacaq. Buradan tapsaq 4 vurulsun. Lap -4 götürək, qoy tam çıxsın. -4 olsa B 4C-yə bərabərdir. Buradan C-ni tapanda C olacaq nə? -1. Deməli, C B-dən nə olacaq? Böyük olacaq. Və hər ikisi də 0-dan kiçik olacaq. Təbii ki, bu normaldır. Deməli, B kiçikdir C-dən, C də kiçikdir 0-dan. Yəni, doğru cavab olacaq C variantı. Deyirəm, düz qeyd elədikmi? Bəli. Gəlin səbəb burada düz yazmışdım. Variantları götürəndə qeyd eləmişdim orada. Ona görə maksimum ehtiyatlı, diqqətli olmaq lazımdır. 7-ci sual deyir, sadə vurğulara ayrılışı olan natural ədədin bölünənlərdən biri aşağıdakılardan hansı ola bilməz? Deməli, uşaqlar, variantların hər birindəki ədəd buradakı bizə verilən vurğuların içərisində belə desək, bölə bilməliyik. Yəni, buradakı ədəd bizim variantlarımızın hər birinə bölünməli. Məsələn, 36-ya bölünməsi üçün bizə nə lazımdır? 6 vur 6 kimi düzəldə bilərik də. Buradan 3 dənə 2 var. 2, 2, 2. 2 dənə də 3 var. 3 vur 3 kimi yazsam. 2 vur 3 6 eləyir. 2 vur 3 6 eləyir. Yəni 6-yı da 6-ya vuranda 36. Deməli, A variantına tam bölünəcək. Sonra B variantı 45. 45 9 vur 5 kimi düşünsək. Burada 3-ün kvadratı var. Yəni 3-ün kvadratı 9 eləyir. Bir dənə də 5-in kvadratı var. Biri bəs eləyir də 2 dənə olmasına baxmıyor. 9-da 5 eləyəcək nə? 45. Yəni tam bölünəcək həmin ədəd. Yəni vurğuların hamısı burada var. Sonra C variantı 54. 54 6 vur 9 kimi düşünsək. Burada artıq bizə 6 vur 9 belə deyək də 2 vurulsun 3 vurulsun 3 vur 3 kimi yaza bilərəm də. Burada bizə artıq burada neçə dənə 3 lazımdır? 3 dənə 3 lazımdır. Amma bizdə neçə dənə maksimum 3 var? 2 dənə 3-ün kvadratı da. Deməli C variantı tam bölünə bilməz. 70 məsələn D variantına baxaq. 7 vur 10 deməkdir. 10 2 vur 5 kimi yaza bilərəm. 7 də burada yenə var vurğu, yəni 70 bölünəcək. 200 də neçə deməkdir? 8 vur 25 deməkdir. 5-in kvadratı elə burada bizə verilir. 5-in kvadratı 25 eləyir. 3-ün də kubu elə 8 eləyir. Bir-birinə vuranda eləyir 200, yəni bu da Y variantı da həmin ədəd Y variantında da 200-ə də tam bölünəcəkdir. Yəni, burada vurğulardan biri həmin ədədə bölünürsə, deməli, o ifadə qiymətin, ədədin özü də həmin ədədə tam bölünəcək. Yəni, 200-ə tam bölünəcək. 8-ci sual deyir, x 0-dan kiçikdir, modulda y mənfi y-ə bərabərdir. Yəni, onda biz deyirik ki, x 0-dan kiçik şərtini verib. Modulda y də mənfi çıxıbsa, deməli, y də 0-dan kiçikdir ki, mənfisi çıxıb. İndi bizə deyir, sadələşdirin. Onda olacaq x minus y, üstə gəlsin, kök altında bu nədir? X plus y-in kvadratıdır. Biz də dedik ki, cüt dərəcədə nə çıxır modulda? Olacaq x minus y, üstə gəlsin modulda x plus y. Burada kvadratları
İxtisar getdi. Bu da bərabər olacaq. İndi x də mənfi, y də mənfi. Toplayanda yekun qiymətimiz nə olacaq? Mənfi olacaq. Onda olacaq x minus y mənfi olduğuna görə mənfi özünə bərabər götürürəm. Olacaq üstə gəlinsin mənfi x plus y-ə. Bu da bərabərdir. Sadələşdirsək olacaq x minus y. Buradan mənfini qarşıya atsaq olacaq minus mötərizənin içərisindəki ədədlər, ifadələrdə qiymətini dəyişəcək. Olacaq minus x, minus y. Buradan da x-lar islah olacaq. Qalacaq mənfi 2y. Yəni doğru cavab olacaq Y variantı. Bu 8 idi. Keçək 9-cu suala. Deməli 9-cu sualda bizə dediyi şəkil çəksək, bu şəkildə çəkək. Heç düz bucaq, bucağa oxşamadı. Dəqiqə. Dirəşəcək indi. Deməli bu olsun bizdə düz bucaqlı üç bucaq. Deyir düz bucaq katetonuz üzərindəki proyeksiyaları. Onda mən buradan bir dənə hündürlüyü endirməliyəm. Onda bu katetin proyeksiyası bax bu olacaq. Bu katetin də proyeksiyası bax bunun altındakı olacaq. İndi tutaq ki bura 12-dir, burada 48-dir. Bizə deyir ki düz bucaq təpəsində hipotenuzla çəkmiş hündürlüyü tapın. Yəni h-ı tapın. Onda biz bilirik ki h kvadratı bərabər nəyə? 12 vur 48-ə. Yəni ayırdığı hissələrin hasilini. Buradan da gəlin 12 vur 48-i belə yazaq da. 48 ilə 12 vur 4 kimi yaza bilərəm. Hər tərəfdən də kök alsaq onda olacaq h bərabərdir. 12 vur 12 kök alsaq buradan elə 12 çıxacaq. 2 12-dən 4-dən də neçə çıxır? 2 çıxır. 2 vur 12 eləyəcək 24. Yəni doğru cavab 9-da olacaq. A variantı. Keçək 10-cu suala. Deməli 10-cu sualda deyir AOC 100-dür. Yəni bu ortaya yazıram 100 dərəcə. Bura 100-dür. Onda orta 100 dərəcədirsə bu alfalarda bir-birinə bərabərdir. Bərabər yanlış bucaqda bu. Onda 180-dən çıxaram 100 dərəcəni, qalar 80. 80-i də bölərəm 2 alfa da. Düşər burada 40 dərəcə, düşər burada 40 dərəcə. İndi bizə şərtdə verib ki, beta bərabərdir 5-də 1 alfa. Alfamız da 40 idi. Yəni 40-ın 5-də 1 olacaq nə? 8 dərəcə. Deməli betalarımız da nədir? 8 dərəcə. Bizdən də ABC-ni soruşur. Yəni bu təpədəki bucağı soruşur. Onda oturacağı bitişik bucaqlar 48 cəmi 48 elədi də. Üstə gəlsin 48. Bir də üstə gələk təpə bucağı B bucağı bərabərdir 180 dərəcə olmalıdır. Buradan da B bucağını tapanda 180-dən çıxacaq. 48 96 eləyir da. 180 çıxılsın 96 bərabər 84 qalır. Ümid edirəm düz çıxdıq. Olacaq Y variantı 10-cu sualda. Keçək növbəti 11-ci sualımıza. Deyir A nöqtəsindən radius 4 cm olan çevrəyə radius 4 cm, deməli radius 4 cm-dir. Deyir AB toxunanı və çevrənin mərkəzinə keçən AC kəsənti çəkilmişdir. Çevrənin mərkəzindən keçir. Bir dənə də belə bir şey çəkək buradan. Bu da olsun B. A-dır, burada 30 dərəcə. İndi bizə nə istəyir? Radiusda 4 idi da dedik. Bəli, burada 4, burada 4. İndi bizə deyir ki AC-ni tapın. AC kəsənti olduğunu bilərək AC-ni tapın. İndi bu B nöqtəsi toxunmadırsa, mən bura bir radius çəksəm, biz bildik ki, toxunan düz xəttlə mərkəzdən radius çəkəndə, yəni düz xətt çəkəndə birləşdirəndə nə olurdu? 90 dərəcəli bucaq altında kəsişir. Bura radius olduğu üçün burada 4 olacaq. Onda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Yəni bizim hipotenuzumuz onda neçə imiş? 8 imiş ki, yarısı 4 olub. İndi onda bura ümumilikdə cəmi neçə olacaq? 8. Bura 4-dürsə, onda bura bu hissədə 4 olacaq da. Onda burada yazıram 4. Onda AC-nin uzunluğu 4, 4 və 4. 3 dəfə 4 eləyəcək neçə? 12. Yəni doğru cavab olacaq Y variantı. 12-ci sual deyir. Paralelogramda AM tənbölən. AM tənbölənsə biz bilirik ki, ayırdığı hissə kənara bərabərdir. Yan tərəfinə bərabərdir. Deməli, bizdə 18 AM tənbölən uzunluğu. Bura verilib 18. Burada bir-birinə bərabərdir. 18 sonra AD neçə verib? 20 verib. Sonra AB bizdə 13'dür. Bura 13'dürsə burada 13 olacaq. Ümumi 20 idisə onda bura 7 qalır. Deyir AMCD 4 bucaqlısının perimetrini tapın. AMCD. Yəni söhbət bax bu 4 bucaqlıdan gedir də. Bu 4 bucaqlıdan gedir. Bunun perimetrini tapanda nə edəcəyik? AMCD. Bəli bu perimetr. P bərabər olacaq nəyə? 7 üstə gəlsin. Burada 13 idi. Burada yazıram 13. 13'ə üstə gəlsin. Yan tərəf 13 idi. AB. Səhv yazmıyıq. Sonra üstə gəlsin 20. Deməli 7, 13, 20. Bir dənə qaldı nə? 18. Üstə gəlsin 18. Bu cəmdə eləyəcək 20, 40, 58. Bir də toplayaq. 20, 40 eləyir. Bəli 58. Olacaq doğru cavab D variantı. Yəni bir misala 2-3 dəfə baxıram ki, səhv eləməyək.
Bəzən toplamada çıxma səhv edirik, texnik səhv. İndi izləyənlər bilir. Bir təpəsindən çıxan diaqonalların sayı 17 olan düzgün qabarıq çobuzağın daxil bucağını tapın. Deməli, biz ilk öncə düsturunu bilməliyik. Bir təpədən çıxan diaqonalların sayı n-3 ilə tapılır da, düzdür? Deməli, bir təpədən çıxan diaqonallar sayı n-3 ilə tapılırsa, indi bizə deyək bir təpədən çıxan diaqonallar sayı 17-dir. Onda bərabər eləyəcəm 17-yə. Onda n-imiz neçəymiş? 20-ymiş. Onda bu çoxbucaqlı 20 bucaqlıdır və bizə deyir, daxili bucağını tapın. Daxili bucağını tapın, yəqin ki, burada bir daxili bucağından söhbət gedir. Bir daxili bucağını da tapanda nə edirdik? N çıxılsın 2, 180 vurulsun, n çıxılsın 2. Bir dənə də axırda nəyə bölürdük? N-ə bölürdük. Onda olacaq 180 vurulsun, 20 çıxılsın 2, 18 bölünsün 20-yə. Buradan 180 ilə 20-yə bölündü, 9 düşür. 9-da 18-ə vuranda 90 plus 72 bərabər 162-yə. Yəni doğru cavab olacaq burada B variantı 13-cü sualda. Deyir, ədədlərini müqayisə edin 14-cü sualda. Onda biz ya bunların qüvvətlərini bərabərləşdirməliyik, ya da özlərini. Bunların özlərini bərabərləşdirmək biraz çətindir. Onda qüvvətlərini bərabərləşdirir 14-cü sualda. Onda yazıram A bərabər 5-in üstündə hər birini 100-ə gətirəcəm. 5 üstü 100-ə gətirmək üçün onda bunu yazarım 5-in kvadratı və üstü 100. Yəni qüvvətin qüvvəti bir-birinə vurulur. 5 üstü 200 edir. 5-in kvadratı eləyəcək 25 üstü 100. Sonra keçək B-yə. B-ni də yazaram 3-ün üstü 3, bunun da üstündə 100. Yenə 3 üstü 300 eləyəcək. Bu da eləyəcək 3-ün kubu 27 üstündə 100. Bir-birinə görə nə qədər yaxın ədədlər. Bir də C də bərabərdir. Zaten bu 28 üstündə 100-dür. Deməli, hər birinin üzərində 100-dür. Heç bunlara baxmağa dəyməz. Ədədləri olduğu kimi elə müqayisə eləyəcəm. Təbii ki, böyük ədəd böyük eləyəcək də. Eyni dərəcədə. Məsəl üçün 2 üstü 3 olsun, bir də var 4 üstü 3 olsun. Hansı böyük? Biri 8 eləyir, biri 64 eləyir. Təbii ki, böyük olan böyük eləyir. Deməli, onda burada ən böyük C olacaq, 28-dir. Sonra böyük B olacaq, sonra ən kiçiklərdə A olacaq. Yazaram bura C, A, B. İndi burada yerlərini dəyişdirib A kiçik, B kiçik, C yaza bilərik. A, B, C şəklində elə olacaqdır. Yəni doğru cavab olacaq Y variantı. 15-də deyir, ifadələrdən neçəsi bir ədədin kvadratı şəklində göstərmək olar. Bir ədədin kvadratı şəklində göstərmək olar deyəndə, yəni onların hər biri qüvvətləri 2-yə bölünməlidir. Bax, məsəl üçün birincidə bizə verilib 5x üstü 4, y üstü 2. Deməli, burada 5-ə görə biz tam kvadrat şəklində göstərə bilmərik. Burada əslində sualın şərtində tam kvadrat sözü olsaydı, yəni orada tam sözdə olsaydı düzgün olardı. Yəni burada, çünki məsəl üçün kök altında 5x üstü 2y götürsək, bunun kvadrat şəklində tam kvadrat. Yəni bizə burada da bir şey mane olmur. Bəli, götürə biləcəyik. Yəni çünki burada tam kvadrat demir. Biz öyrəşmişik şərtdə tam kvadrat desin. Yəni tam söz olsun. Tam kvadrat desə bəli, burada artıq götürə bilməzdik. Yəni onda biz birincini götürə biləcəyik və yazılışı elə birbaşa yazıram. Kök altda 5 və ifadələrin üzərində əsas odur ifadələrin üzəri 2-yə tam bölünsün. Yəni 2-nin qüvvət şəklində göstərə bilərik. Olacaq x üstü 4 idi, olacaq 2, y üstü 2 idi, 2-yə böləndə düşəcək 1. Və bunun kvadrat. Bəli, kvadrat şəklində göstərmək olur. Sonra ikinciyə baxaq. 16 zaten 4-ün kvadratıdır. A-nın üzərini 2-yə böləndə 2 qalacaq. B-nin üzərini 2-yə böləndə düşəcək 3. Bunun kvadrat. Bəli, göstərmək olur. Sonra keçək üçüncüyə. Üçüncü mənfidir. Mənfilər ümumiyyətlə olmayacaq. Sonra dördüncüyə baxaq. Çünki heç bir ədədin kvadratı mənfi vermir. Ümumiyyətlə kvadrat mənfi verməz. Dördüncüdə olacaq 3 vurulsun A-B-nin üzərlərini 2-yə böləndə düşəcək 2. Bəli. Bunu da göstərmək oldu. Sonra 5-cidə deməli 5-ci mənfidir, olmayacaq. Sonra 6-cı bir dənə qaldı 6. Burada da 8 olacaq. Kök altında 8 x üstündə 2-yə böləndə düşəcək 3. Bunun kvadratı şəklində. Bəli, bu da olacaq. Deməli oldu 1, sonra 2, 4, 6, 4 dənə. Yəni doğru cavab olacaq burada D variantı. Burada yəni şərtdə diqqətli olmaq lazımdır. Çox zaman tam kvadrat deyir, amma bu dəfə tam kvadrat demədi. 16-cı deyir, ifadənin ən böyük qiymətini tapın. Deməli, açılışı yazsaq, 16-da olacaq elə 1111. 1111A. Burada olacaq 111B. Aha. Vurulsun, burada da olacaq 111 vurulsun 5 kimi yazaq. Burada da 1111 vurulsun 8 kimi yazaq. 1111'lər 111'lər gedəcək. Deyir, ən böyük qiymətini tapın. Bu da bərabər olacaq nəyə? 5A bölünsün 8B'yə.
Və unutmayaq ki, burada A ilə B rəqəmdir. Yəni 0-dan 9-a qədər qiymət yaza bilərik. Təbii ki, indi 0 yaza bilmərik burada, çünki A ilə başlayır və B ilə başlayan ədəd var. Ona görə 0 yazmayacaq, 1-dən 9-a qədər nəzərə almalıyıq. İndi biz kəsrin qiymətinin ən böyük olmağını istəyiriksə, sürətə ən böyük ədəd yazarıq. Yəni A-nın yerinə 9 yazaram. Məxrəc də ən kiçik olmalıdır. Onda 8, B-nin yerinə də yazaram 1. 5 dəfə 9 eləyəcək 45 bölünsün 8. Bu da eləyəcək 5 tam 8-də 5. 5 tam 8-də 5 doğru cavab kimi C variantında olacaq. 17-ci sual deyir, ədədlərin standart şəklində yazılışında tərtiblər bərabər olarsa M-in cəmini tapın. Deməli, M-in cəmini tapaq. İndi bunun standart şəklində yazılışında, onda yəni standart şəkildə yazılışında birinci standart şəkildə yazsa, onda 22-nin 1 vaat vergül sürüşdürərəm. Sol tərəfə olacaq 2,2 vurulsun. 10 üstündə sola sürüşdürəndə qüvvət böyüyür. Yəni olacaq n plus 7 plus 1. Yəni 1 vaat artacaq. Yəni n plus 8 olacaq. Birbaşa elə 8 yazaq. B də bərabər. Bunu artıq 2 vergül sonra sürüşdürməliyik. Olsun 1,75. Biz bilirik ki, qiymətli hissə hansı aralıqda dəyişir? Qiymətli hissə. Deməli, 1-dən böyük bərabər olmalıdır, ondan da kiçik olmalıdır. Bunu 2 vergül sürüşdürdüyümüz üçün qüvvəti 2 vaat artacaq. Olacaq 5-in üstünə 2 gəldi 7 minus n şəklində. Bizə deyir ki, tərtiblər bərabər. Tərtib nədir? Onun üzərində yazılan ədədlər. Yəni n plus 8 bərabər olacaq 7 minus n-ə. Yəni bu tərəfə keçsə olacaq müsbət. N plus n bərabər 8-ə bu tərəfə keçsə olacaq 7 minus 8 bərabər mənfi 1-ə. Yəni m-in cəmi oldu mənfi 1. Yəni doğru cavabımız oldu C variantı. 18-ci sualda bizdən nə istəyir? Deyir, tənliyin köklər qarşılıqlı əks ədədlər olarsa onun böyük kökünü tapın. Köklər qarşılıqlı əks ədədlər olanda x1, x2. Yəni plus minus olanda məsəl üçün A ədədinə. Onda burada bizdə ax kvadratı plus px plus c bərabərdir 0 kvadrat tənliyində px-in əmsalı nə olurdu? Daha doğrusu p nə olurdu? 0-a bərabər olurdu. Buradan qalırdı ax bərabər məsəl üçün c, oradan da plus minus c böl a şəklində olurdu. İndi biz burada p minus 3 verilib x-in əmsalı bərabər eləməliyəm 0-a. Buradan p bərabər olacaq 3-ə. P 3-ə bərabər onda mənim tənliyim olacaq 2x kvadratı, üstə gəlinsin 3 çıxılsın 3, vurulsun x, bir də çıxılsın 3, çıxılsın 5 bərabər 0-a. Buradan da olacaq tənliyim 2x kvadratı, bu 0 oldu, çıxılsın 3, 8 bu da eləyəcək də. Bərabər 0-a. Buradan da x-i tapsaq 2x kvadrat bərabər 8-ə, x kvadratı bərabər 4-ə. Buradan da x bərabər olacaq nəyə? Plus minus 2-yə. Bizdən deyək ki, onun böyük kökünü tapın. Böyük kökü təbii ki, müsbət 2 olacaq, mənfi 2 yox. Yəni doğru cavab olacaq. Burada D variantı 18-ci sualda. 19 deyir, A, B olarsa qardaş qiymətini tapın. Təbii ki, biz burada ortaq məxrəc eləsək, yəni o dəqiqə görsənirdə hansı müxtəsər vurma düsturunun açılışdır. Olacaq A plus B-də A kubu, üstə gəlsin B kubu. B kubu. Bir də üstə gəlsin 3AB-ni də vuracaq buna. Olacaq 3A kvadratı B, üstə gəlsin 3AB-nin kvadratı. Bu şəkildə ortaq məxrəc eləsək, bu şəkildə olacaq. A plus B-ni də buraya yazır. Bu da bərabərdir nəyə? A plus B aşağıda olacaq. Yuxarıda da nəyin açılışdır? Olacaq A plus B-nin kubu. Buradan da deməli A plus B-lərin biri ixtisar getsə, yəni üstlər çıxılır da, olacaq A plus B-nin kvadratı şəklində. A plus B biri 12-dir, biri də 13-dür. Toplasaq eləyəcək 25-in kvadratı, 25-in kvadratı 625 eləyəcək. Yəni doğru cavab olacaq 19-da C variantı. Keçək 20-ci suala deyir, künün hansı qiymətində tənliyin kökləri fərqi 8 olar? Deməli, biz bilirik ki, Viet teoreminə əsasən köklər cəminə bu çevrilmiş kvadrat tənlikdə x kvadratın əmsalı 1. Olacaq x1 üstə gəlsin x2, yəni köklər cəmi əks işarə ilə nəyə bərabər olmalıdır? P-yə, yəni mənfi altın əksi olacaq müsbət alt. Üzərdə deyir ki, köklər fərqi, yəni x minus 1 minus 2 fərqi 8 olar. Yəni nə vaxt 8 olar? Onda 8-ə bərabər götürüb həll eləsək sistem tənlik kimi alt-alta toplasaq 2x1 bərabər olacaq 14, x1 bərabər olacaq 7-yə. Buradan da onda x2-ni tapsaq, x1 7 idi. 7-nin üstünə neçə gəlsək 6 eləyər. Onda x2 də bərabər olacaq mənfi 1-ə. İndi bizə deyir ki, Q-nün hansı qiymətində? Q-də necə tapılırdı? x1 vurulsun x2, yəni kökləri hasil idi. Olacaq 7 vurulsun mənfi 1, bu da eləyəcək mənfi 7. Yəni Q də bərabər olacaq nəyə? Mənfi 7-yə doğru cavab olacaq 20-də C variantı. 21-ci sual.
Deyir kəsim məxrəci irrasionallıqdan azad edin. İrrasionallıqdan azad edəndə nə edirdik? Qoşmasına vururduq. Qoşması da plusu olacaq da. Yəni kök altında 5, kök altında 5 minus kök altında 2-nin qoşması nədir? Bunun plusu kök altında 5 plus kök altında 2-dir. Deməli məxrəci vurduqsa təbii ki, sürət də vurmalıyıq. Olacaq 3 vurulsun kök altında 5 plus kök altında neçə idi bu? 2. Kök altında 2. Bu da bərabərdir. Aşağıda a plus b, a minus b-nin açılışıdır. Yəni a kvadrat minus b kvadratın açılışı olacaq. Tətbiq edilsə olacaq kök altında 5-in kvadratı 5 çıxılsın kök altında 2-nin kvadratı 2. Yəni a kvadrat minus b kvadratda. Burada olacaq 3 vurulsun kök altında 5 plus kök altında 2-yə. Buradan 5-dən 2 çıxanda 3 qalır. Bu üçün ixtisar gedir. Bərabər yekunda kök altında 5 plus kök altında 2 olacaq. Yəni doğru cavab olacaq 21-də B variantı. Sonra deyir ki, bizdə çoxluq sualı var 22-ci sualda. 22-də bizdə çoxluğa aid sualdır. Bizdə deyir ki, ən çox neçə elementi ola bilər? Kəsişməsinin ən çox neçə elementi var? Onda belə deyək də, B çoxluğu elə A çoxluğunun alt çoxluğu olar. Onda yəni məsəl üçün bu alt çoxluqdursa, daha doğrusu A çoxluqdursa, B A-nın alt çoxluğu kimi götürsək əgər, onda A-nın içərisində çəkməliyik də. Və B-nin neçə elementi var? 4, A-nın da 7 elementi. Onda burada 3 yazacağım. Cəmi yenə 7 elementi olur. Elə kəsişmə maksimum elə B çoxluğunun bütün hamısı olar. Yəni 4 elementində hamısını götürə bilərəm. Burada kəsişməsi hara olacaq? B çoxluğunun elə özü olacaq. Onda yəni bunların kəsişməsi ən çox neçə element ola bilər? 4. Yəni 22-də olacaq. A variantı 4. 23-də deyir, çox həllərin dərəcəsini tapın. Deməli, biz ən yüksək dərəcəyə baxırdıq da. Deməli, burada ən yüksək dərəcə bunun içərisində ən yüksək dərəcə 4 vurulsun x üstü 6-dır, 10 üstü 3. Onda burada hesablasaq, x üstü 6-nın üstü 13, qüvvətin qüvvəti bir-birinə vurulur. Olacaq x üstündə neçə eləyir? 60, 18, 78 eləyir, hə? Deməli, 60, 16, 78, bəli. 78. Bir də üstə gəlinsin. Ən sonda burada dərəcəsi ən böyük olan x kvadratda, onda üstü 3 eləyəcək x üstündə 6. Təbii ki, ən böyük toplama deyə, burada vurma deyil. Toplama deyə elə 78-i biz doğru cavab kimi dərəcəsindən, bəli, 78 doğru cavab kimi götürəcəyik. 24-cü sual deyir, 15 kiloqram göbələyin 97%-ni su təşkil edir. Deməli, 15 kiloqram göbələkdir, 97%-i sudur, 3%-i də quru hissəsidir. Deyir, göbələk qurudulduqdan sonra 95%-ni su təşkil edir. Qurudulmuş göbələyin çəkisi nə qədərdir? Deməli, uşaqlar, burada 97%-i oldu su, yəni su təşkil edir, 3%-i quru olacaq. Artıq burada 3%-liyi 97% sudursa, 3%-i qupquru olan hissəsidir. Qupquru. İndi deməli, qupqurudursa, 15-in birinci quru hissəsini tapaq, 3%-ni tapaq, vurulsun 3 bölünsün 100, bərabər edəcək 0,45 kiloqram. 0,45 kiloqram olacaq bunun qupquru hissəsi. İndi bizə deyir ki, qurudulub, yəni suyun faizi azalıb. Yəni qupquru hissəsi dəyişməyəcək ki, olduğu kimi qalır da yenə, bəli. Yəni su buxarlanır. Təkcə orada buxarlanan, azalan sudur. Yəni suyun miqdarı dəyişir. Onda biz burada tapacağıq nəyi? İndi burada 95% bizə yenidən deyir ki, 95%-i su qalıb, 95% sudursa, onda qupquru hissəsinə qalıb 5% olub. Yəni bizə dedik ki, qupquru olan hissəsi 45-dir. Deməli 0,45 isə quru hissəsi və buna 5% düşürsə, onda 95%-nə də biz tapacağıq ki, x düşür da. Və yaxud da 95%-ni yox, birbaşa elə 100%-ni tapaq. Deməli, həmin bu 5% 45-dirsə, 100% də x olacaq. Ümid edirəm, dediyimi başa düşdünüz. Yəni, qupquru olan hissə, yəni kütlə dəyişmir, olduğu kimi qalır. Sadəcə onun faiz göstəricisi artıb, azala bilər. Biz tapdıq ki, qupquru hissə nədir? 0,45-dir. Bu səfər o olacaq 5%. Onda deməli, 100%-lik bizim qurudulmuş göbələyimizdə olacaq x. Buradan da x tapsaq, çarpaz olsa, olacaq 5x bərabərdir. 100 vurulsun 0,45, yəni olacaq 45, x də bərabərdir 9-a. Yəni ümumi kütləsi olacaq bunun neçə? 9 kiloqram. 25-ci sual deyir, bərabər yanlı trapeziyanın oturacaqları. Bunu əslində başqa cür də eləmək olardı və yaxud da deyə bilərdik ki, məsələn, hansı ədədin 5%-i vurulsun 5 bölünsün 100 bərabər eləyər 0,45-ə. Yəni buradan da x-i tapa bilərdik. Keçək növbəti sual. Deyir, bərabər yanlı 25-də. Bərabər yanlı trapeziyanın oturacaqlar 12, 5, diaqonalı 10 iti bucağını yarıya bölür. Trapeziyanın perimetrini tapın. Deməli, buradan bir trapeziya çəkək. Bərabər yanlı trapeziyadan söhbət gedir. Deyir, onun diaqonalı iti bucağını yarıya bölür.
Yəni bu bucaq tən böləndə bu bucağa bərabərdir. Burada z var deyə bu bucaq da bu bucağa bərabər olacaq. Onda bu yan tərəfə bərabər olur. Təbii ki, kiçik oturacaq 5 isə burada 5 olacaq. Burada yan tərəflər bərabər yanlı 5-dir. Oturacaq, böyük oturacaq da 12. Deməli, bizdən də perimetrini soruşur. Onda P bərabər olacaq 3 dəfə 5, 15. Üstünə də 12 gələcəm. Yəni 4 tərəfin cəmidir də. Bu da eləyəcək neçə? 27. Yəni doğru cavab olacaq 27-yə. Keçək 26-cı suala. Deyir 26-da deyir fəhlələr uzunluğu 7.5 km olan yolun 5-də 2 hissəsini birinci gün, qalan yolun 3/1 hissəsini ikinci gün asfaltladılar. Qalan yolun, burada diqqətli olmaq lazımdır. Yolun asfaltlanmamış hissəsinin uzunluğunu tapın. Deməli 7.5 km yolun 5-də 2 hissəsini birinci gün. Yəni 7.5 hissəsini tapanda necə olacaq? 5-ə bölüb 2-yə vurmalıyam. 5-ə böləndə düşəcək neçə? 17 düşür. 17, yəni 1.7, onda 2-yə vuranda olacaq 34, yəni 3.4. Deməli, 7.5 kilometrin, 3.4 kilometrin birinci gün, belə desək, düzəldiblər, asfaltlayıblar. Çıxanda qalacaq 1, 7-dən də 3 çıxanda 4.1. Burada tam bölünməyəcək. Baxa gör, biz harada səhv eləmədik. 75-i 7-in içində 5, bir dəfə 20, 15 eləyirik burada. 1.5. Bu da eləyəcək tam 3. Bundan da tam 3 çıxanda qalacaq neçə? 4.5. Sonra deyir ikinci gün qalan yolun, yəni 4.5 kilometrin 3/1. 4.5-in də 3/1-ni tapsaq 1.5 kilometri olacaq. Deməli birinci gün 3 kilometr, ikinci gün qalan yolun 3/1-ni, yəni 1.5 kilometr asfaltlayıblar. Asfaltlanmamış hissəsinin uzunluğunu tap. Deməli onda biz 4.5 qalmış da və yaxud da ümumi kütlə nədir? Yoldan da çıxa bilərik, fərq eləməz. Olacaq 7.5 çıxılsın 3, çıxılsın 1.5. Bu da bərabər də eləyəcək 2 eləyir. Yox, 3 kilometr. Bəli. 3 kilometr yolumuz, asfaltlanmamış yolumuz qalacaqdır. 27-ci sual deyir, ABC üçbucağının uyğunluğu müəyyən edin. Deməli, 27-də bunu biraz belə eləyək. Nə deyir? Deyir ki, AB 12BC düzbucaqlı üçbucaqdır. Yaxşı variantlara baxın. Düzbucaqlı üçbucaqdır. Bax, görək hansında düzbucaq? 5, 12, 13. Yəni, aydın məsələ ki, 1-ə olacaq A variantı. Buradan da yazaq 1-ə A variantı. Pifaqor üçlüydür çünki. Sonra 2-də deyir, körbucaqlı üçbucaqdır. Biz burada üçbucaq bərabərsizliyindən də istifadə edə bilərik. Və yaxud da bizdə düstur var idi. Bir tərəfi digər iki tərəfin kökaltı kvadratlar cəmindən kiçik və ya böyük olmalı idi. Yəni körbucaqlı üçbucaqda necə idi? Deməli yazaq digər tərəfi x tərəf yazaq da. X tərəf bərabər idi. Daha doğrusu kiçik idi. Kök altında onların kvadratları cəminlə. Bu iti bucaqlı üçün idi. İti bucaq. Körbucaqlı üçün isə yaxşı, bunu da yazaq da bu tərəfini. Fərqindən də böyük idi. Körbucaqlı üçün isə necə idi? X tərəfi böyük olurdu. Bunların kvadratları cəmindən kök altında kiçik olurdu. Onların özlərinin cəmindən. İndi bizdə baxaq görək də iki tərəfi. Məsələn, ikincidə 6 ilə 9. 6-ın kvadratı 9-un kvadratı. Neçə eləyəcək? 36, 81. Eləyir 117, 117. Deməli 117-dən kök təqribən neçə çıxır? Buradan yazaq. 117. Təqribən çıxır. 121-dən 11 çıxırsa, bu 10-dan 11 arası. 10 tam, onda 8 yazaq da, tutaq ki, təqribən. Deməli bizdə onda digər üçüncü tərəf neçə idi? Burada 14 idi da, düzdürmü? Deməli 14 10 tam onda 8-dən böyükdür. Deməli onda bizdə hansı şərt ödənir? Yəni bizdə kök altda cəmi 10 tam onda 8 çıxdı. Burada da o birisi tərəfimiz oldu 14. Deməli 14 bundan böyük olduğu üçün, yəni bizə körbucaqlığın şərtini ödəyir də. Bura məsəl üçün 14 yazsam, bura 10 tam onda 8 yazsam, 14 10 tam onda 8-dən kiçik deyil axı. Deməli burada ikinci oldu nə? Körbucaq. Deməli 2 olacaq. Buradan yazıram. 2 olacaq nə? B variantı. Burada yazaq 2 B variantı. Aha. Sonra deyir iti bucaqlı üçbucaqdır. Üçüncü də təbii ki iti bucaqlı üçbucaq olacaq. Yenə də baxaq. 4-ün kvadratı eləyəcək 16, 7-in kvadratı eləyəcək 49, toplayanda eləyəcək neçə? 65, 65 də 8 tam 8-dən 9 arasında 8 tam onda 1 olsun. Yəni üçüncü tərəfdən artıq kiçik olur. Yəni C nədir? 8, 8 tam onda 1-dən kiçik olur. 8 kiçik 8 tam onda 1-dən. Bu da iti bucaq olan şərti ödəyir. Yəni bu da olacaq iti bucaqlı. 3-ə olacaq C.
Deməli 1-ə oldu A, 2-yə oldu B, 3-ə oldu C. Mən niyə buradan yazmışam? A, 3-ə oldu C. Sonra deyir hündürlüklərin kəsişmə nöqtəsi daxildədir, üçbucağın daxilindədir, bir də deyir xaricindədir. Biz bilirik ki, körbucaqlı üçbucaqda körbucaqlıda xaricdədir. Yəni Y variantı biz körbucaqlı hansını tanımışdıq? 2-ni də bəli Y variantı burada olacaq. İtibucaqlı üçbucaqda daxilindədir. D variantı, itibucaqlı da 3-cünü tanımışdıq da. Bəli, D variantı da bu olacaq. Düzbucaqlı üçbucaqda da biz bilirik ki, düzbucaq təpəsində kəsişir hündürlüklər. Belə keçdik 28, 29, 30-cu suallara. Deyir 28-də məktəbin deyir 150 nəfər 11-ci sinif şagirdindən 100 nəfəri riyaziyyat məşğələsində, 70 nəfər ingilis dili məşğələsində, hər iki məşğələdə iştirak edən şagirdlərin sayı heç bir məşğələdə iştirak etməyən şagirdlərin sayından 1.5 dəfə çox olarsa, neçə şagird yalnız riyaziyyat fənni üzrə məşğələdə iştirak edir? Uşaqlar, ümumiyyətlə çoxluq sualları məsələ tiplərinə ən çox aiddir da. Burada biz belə işləyə bilər. Birinci düstur var, o heç, yəni düsturla yaza bilər. Bir də düstursuz versiyası mən çox vaxt şagirdlərə deyirəm. Yəni düstursuz versiyası daha yaxşıdır. Məsələn, Eyler-Venn diaqramından. Tutaq ki, bura riyaziyyat məşğələsidir, bura ingilis dili məşğələsidir. Kəsişməsi və birinci ilk öncə kəsişməsini yazmaq lazımdır. Yəni hər iki fənnə gedən biz bilmirik də nə qədər. Bura bir x yazıram. İndi bizə deyir ki, 100 nəfər riyaziyyat məşğələsinə gəlir. Onda 100 nəfər riyaziyyat məşğələsinə gəlirsə, ümumi cəmi 100-dürsə riyaziyyat, bura x olarsa, onda riyaziyyatın özünə, yalnız riyaziyyatını nə yazmalıyam? 100 çıxılsın x. İngilis dilinə cəmi 70 nəfər gəlirsə, kəsişməsi x-sə, onda bura yalnız ingilis dilinə olacaq 70 çıxılsın x şəklində olacaq. İndi bizə burada hər üçünün cəmi bizə nə verməlidir? Həmin çoxluğun birləşməsini verməlidir. Düzdürmü? Onda mən üçünü də toplayıram. 100 çıxılsın x, üstə gəlsin x, üstə gəlsin 70 çıxılsın x. Bərabər olmalıdır birləşməsinə. Çoxluğun birləşməsi. Bizdə də cəmi neçə nəfər var? 150 nəfər. Bərabər edirəm 150-yə. İndi burada bu üçün cəmi təkcə bizə 150 verməyəcək. Çünki burada belə deyək, bu 150 nəfərin içərisində iştirak etməyənlər də var axı. Onda bizdə deyir iştirak etməyən nə qədərdir? Deyir hər iki məşğələdə iştirak edən şagirdlərin sayı, yəni x, biz x-lə işarə eləmişdik də hər iki məşğələdə iştirak edənlərin sayını. Deyir iştirak etməyənlərin sayından 1.5 dəfə çox olarsa. Onda bu 1.5 dəfə çoxdursa, onda iştirak etməyənlər nə olacaq? X bölünsün 1.5. Elə də götürək tam alsın, fərqi yoxdur. İştirak etməyənlər də olacaq x bölünsün 1.5. Deyir neçə şagird yalnız riyaziyyat fənni üzrə məşğələdə iştirak edir. Yəni biz x-i tapmalıyıq da burada. Onda biz neyəcəyik burada? 150-dən də çıxacaq həmin o iştirak etməyənlər. Yəni x bölünsün 1.5 ədədini və yaxud da burada üzərinə də gələ bilərdik. Bax bura əlavə edək. X bölünsün 1.5 üstə gəlsin. İndi biz buradan x-i tapsaq, olacaq burada x-ların biri islah olacaq. Qalacaq 1.5x çıxılsın x bərabər 100 ilə 70 toplayanda 170, 150-dən də 170 çıxanda qalacaq -20. Buradan da ortaq məxrəc eləsək, lap hər tərəf 1.5-ə vursaq, olacaq x çıxılsın 1.5x bərabərdir. -20-ni də 1.5-ə vuranda eləyəcək 30, -30. Buradan da olacaq çıxanda -0.5x bərabər -30-a. Buradan da x bərabər hər tərəf mənfiyə vursaq müsbət eləyəcək. Nəyin yarısı 30 eləyir? 60. Deməli x oldu 60. Yəni hər iki məşğələdə iştirak edənlər 60-dır. Onda 100-dən 60 çıxanda burada qalacaq 40 nəfər. 70-dən 60 çıxanda qalacaq 10 nəfər. İndi bizə deyir ki, yalnız riyaziyyat fənni üzrə məşğələdə iştirak eləsin. Oldu neçə nəfər? 40 nəfər. Keçək 29-cu suala. Deyir ABC üçbucağında AB 10, BC 26, sonra 32 verir. Burada bura perpendikulyardır. Deyir AH parçasının uzunluğunu tapın. AH parçasının uzunluğu. Yəni bunun özü düzbucaqlı üçbucaqdırmı? Bilmirəm. Baxaq gör, yoxlamaq lazımdır. Burada 10'un kvadratı 100, 26'ın kvadratı 100 gəlsək. Yox, bu düzbucaqlı üçbucaq deyil. Deməli onda biz belə eləməliyik. Bura 32-dir ümumi. Onda bura bir x desək, bura olacaq nə? 32 çıxılsın x şəklində olacaq. Onda burada 2 dənə düzbucaqlı üçbucaq var da. Və buradakı hündürlük hər ikisi üçün ortaqdır. Onda yazıram. H parçasının uzunluğunu soruşur. Onda olacaq b h-ın kvadratı, elə h yazaq da. Olacaq h-ın kvadratı bərabərdir. Daha doğrusu belə yazaq. H-ın kvadratı üstə gəlsin x-in kvadratı bərabər eləməlidir 26-nın kvadratına. Digər tərəfdən olacaq h-ın kvadratı üstə gələk 32 çıxılsın x-in kvadratı bərabər eləməlidir bu da 10'un kvadratına.
onun kvadratı. Buradan da elə alt-alta çıxaq. Buradan h-lar ixtisar olsun. Olacaq x kvadratı çıxılsın. 32-nin kvadratı çıxırdıqda alt-alta belə 32-nin kvadrat eləyəcək 1024. Sonra çıxılsın birinci vuraq ikincinin 2 misli. Olacaq 64x, amma qarşısında mənfi olduğu üçün olacaq plus 64x-a. Bir də üstə gəlsin ikincinin kvadratı. X kvadratı çıxmadı deyə olacaq çıx x kvadratı bərabərdir. 26-nın kvadratı. 26-ya vuranda eləcək 676. Bundan da çıxacam onun kvadratı, yəni 100-ü. Buradan x kvadratları islah olacaq. Qalacaq 64x. 1024 də digər tərəfə keçirdəndə olacaq 576 üstə gəlsin 1024. Deməli 576-nın da üzərinə 1024 gələndə neçə eləyər təqribən 1600. Yəni olacaq 64x bərabər 1600. 1600 də 64-ə bölünürmü görəsən? 25 düşəcək. Bəli. X bərabər olacaq 25. İndi x-imiz 25 isə bura olacaq 25. 25. Burada oldu 32 çıx 25, yəni 7. Bizdən də elə AH soruşurdu. Oldu AH-ımız neçə? 7. 32-dən 25 çıxdıq. Sonra 30-cu sual bizdən isbat soruşur. Deyir, isbat edin ki, bərabər yanlı trapezin diagonalları perpendikulyar olarsa onun hündürlüyünü orta xəttinə bərabər olar. Onun hündürlüyü orta xəttinə bərabər olur. Bəli, bizim belə bir qaydamız var. İndi biz bunu isbat etməliyik. Görək isbat edə biləcəyikmi? Təqribən yadıma düşdü. Burada isbatda necə olacaq? Bir dəqiqə bu şəkli çəkək. Tutaq ki, belə bir şəklimiz var. Tutaq ki, bura A-dır, bura B-dir. Və diagonalı yan tərəfə perpendikulyardır. Diagonalı yan tərəfə perpendikulyardır nədir? Diagonalları perpendikulyardır. Bu şəkildədir. Diqqətlə qulaq asın. Deyir, bərabər yanlıdır. Olarsa hündürlüyü orta xəttinə bərabərdir. Yəni biz isbat eləməliyik ki, h bərabərdir a plus b bölünsün 2-yə. Onda gəlin belə eləyik. Biz bu tərəfdən də bir dənə kiçik oturacağa, deməli, diagonala paralel, kiçik oturacağa uyğun paraleloqram çəkək, yəni uzadaq. Uzantısını onda burada a olacaq. Sonra biz elə hündürlük çəkək bir ədəd buradan. Yəni h-ımızda olsun. Biraz yaxşı çəkək. Hündürlük bizə vacibdir. Buraya yazıram h. Hündürlüyümüz olsun. Onda bizdə oturacaq cəmi oldu neçə? Bura b idi, bura a idi. Olacaq nə? A plus b şəklində. İndi burada belə bir məsələ var. Buradan da bir hündürlüyü endirək. Biz bildik ki, bərabər yanlı üçbucaqda buradakı bu ayrılan hissələr nə olur? Bir-birinə bərabər olur. Onda bura a-dırsa, burada a-dır. B-dən a çıxanda olacaq b çıxılsın a. Bir də bölürdük neçə? 2-yə. Deməli və dedik ayrılıq hissələr bir-birinə bərabərdir. Onda burada olacaq nə? B minus a bölünsün 2-yə. Onda mən toplasam bu hissələri, bax bu h-dan bu tərəfə olan bax tən ortadan bir sağ tərəfi, bir sol tərəfi. Yəni ümumi oturacaqlar burada nə oldu? A plus olacaq 2 minus B minus A böl 2. B minus A bölünsün 2 üstə gəlsin A-ya. Bu bərabər olacaq 2-də. B minus A plus 2A-ya. Bu da bərabər olacaq 2A-ya. Bu da bərabər olacaq 2-də B plus A-ya. Deməli, buranı silirəm. Təbii ki, siz orada izahda yazmalısınız. Buranın ümumi uzunluğu oldu. H-a qədər ki isə B plus A bölünsün 2-yə. Və burada da yenə eyni qiymətlərin cəmidir. Buradan burada qədər məsafə yenə olacaq B plus A bölünsün 2-yə. İndi biz dedik ki, bura düzbucaqlı üçbucaq olur da, elə diagonalı sürüşdürdükdə biz bu tərəfə. Deməli, orada da düzbucaqlı üçbucaq yaranacaq. Bax, bu hissədə. Bizə bilir ki, düzbucaqlı üçbucaqda hündürlüyü endirmişiksə, onda olacaq h kvadratı bərabərdir ayrılıq hissələrin hasilinə. Yəni, bu iki hissə də bir-birinə bərabər olduğu üçün bir-birinə vuranda olacaq B plus A bölünsün 2-nin elə kvadratı. Hər tərəfdən də kvadrat alanda onda h nəyə bərabər olur? H bərabər olur B üstə gəlsin A bölünsün 2-yə. Bu şəkildə olacaq. Yəni, isbat eləmiş olduq ki, h bərabər B plus A böl 2. Və digər tərəfdən bunu başqa cür necə isbat eləyə bilərik? Buraları təmizləyək. Başqa cür, bax, belə də isbat eləyə bilərsiniz uşaqlar.
Bu da bölünsün 2 idi də, bura ikisini yazaq. Amma başqa cür belə də isbat eləmək olar. Necə? Biz diaqonalı sürüşdürdük burada, düzdür? Yəni onun uzantısı ona bərabər olan diaqonal çəkdik. Onda bura diaqonaldırsa, burada olacaq nə? Buralar silim. Burada olacaq diaqonal, düzdür? Onda D, burada düzbucaqlı üçbucaq yaranıb da bərabər yanlı düzbucaqlı üçbucaq olur. Və biz dedik ki, buradan bura qədər məsafə, baxın yazıram. Buradan bura qədər məsafə bərabər oldu. Buradan bura qədər məsafə. Yəni A plus B böl 2 idi də. Bayaq yazdı. A plus B böl 2-yə. Yəni onda burada bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucaqdır. Və çəkdiyimiz hündürlük onun oturacağını 2 bərabər hissəyə ayırıb. Deməli bu hündürlük həm də nəymiş? Mediandır da. Düzdürmü? Deməli mediandırsa, düzbucaqlı üçbucaqda median nə olurdu? Həmin hipotenuzun yarısına bərabər oldu. Hipotenuzun özü A plus B idi. Onda onun yarısı olacaq həmin median bərabərdir A plus B, yəni hipotenuzun yarısı, A plus B-nin yarısı. İndi median da biz dedik nəyə bərabərdir? Hündürlüyə. Deməli hündürlük bərabər olacaq yenə A plus B bölünsün 2-yə və yaxud da ayırdığı hissələrin özünə ayırdığı hissələrə bərabər olur. Yəni bu üç hissə bir-birinə bərabər olur. Belə də isbat eləyə bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Hər hansısa səhvli və ya fikriniz olsa yorumlarda bildirməyi unutmayın.